Salam, hər vaxtınız xeyir olsun. Yeni gündə yeni vloqla xoş gördük hər birinizi. Bu gün də uşaqların otağından başladım. Evləri yığışdırdım, sildim, süpürdüm. Sonra uşaqların paltar şkaflarını səliqəyə salmağa başladım. Çox qalınları yığışdırdım artıq, nazikləri çıxartdım. Belə sonra bu gün xalçada yuyacam. Hava çox qəşəng idi. Belə sizlərə xoş izləmələr olsun. Və belə qızlar düşdüm həyətə. Biraz bulka xəmiri yoğurdum. Həm çörək xəmiri də yoğurmuşam, həm də bulka xəmiri yoğurdum. Sadə və yaxud da içlikli bulka hazırlayaram. Bir də çörək bişirərəm. Qalan hissəsini də pirajka hazırlayaram. Onun üçün yoğurdum, qalsın mayalansın. Mən də keçdim həyətə. Hava yaxşı imişkən xalçanı yudum. Bu xalçalar əvvəldən baxan, izləyən qızlardan bilər. Əvvəl öz evimizdə sərirdik bu xalçaları. İndi isə həyətimizdə tələbə qızlar saxlayırıq. Onlar da yığışdırmışdı, artıq isti idi. Yığışdırmışdı xalçaları. Mən də istiymişkən bir-bir yumağa başladım. Hələ evdə yəni özümüz sərdiklərimizi yığışdırmamışam. Hələ o qədər də isti deyil. Amma onlar yığışdırdıqlarını bir-bir başladım yumağa. Burada da oğlum imkan vermir. Bir tərəfdən suyu mən qoyuram, o götürür. Bir tərəfdən belə üstü başımı bir töv su etdi. Arada da kömək edir. Belə dalaşa-dalaşa başladıq xalçanı yumağa.
Belə qızlar, bulka xəmiri də mayalanmışdı. Üzərinə yumurta çəkirəm. Mən sarısını ağından ayırmıram. Elə sarılı, ağlı qarışıq yumurtanı qəşəngcə qarışdırıb üzərinə çəkirəm bulkalarımızın. Qəşəngcə hazırladıqdan sonra mayalanmağa qoyuram. Tam mayalandıqdan sonra bişirirəm bulkamızı. İçliyi isə fındıq ləpəsini əl aparatından keçirdib şəkər tozu əlavə etmişəm, vanilin. Bir də hil var idi. Biraz hil də əlavə etdim ki, ətri daha qəşəng olsun. Belə bulkaları da bir-bir yumurtasını çəkirəm üzərinə qoydum, bişdi. Artıq birləşdi, yəni yavaş-yavaş bişməyə başladı. Sonda da çəkiliş etmişəm. Həqiqətən çox qəşəng alınmışdı. İçləri pıçır-pıçır idi. Elə yəni qəşəngcə mayalananda xəmir çox qəşəng də bulkaları alınır. Alınma bulkalar kimi, belə deyim, marketdən alınma bulkalar kimi görünüşü də həm də içliyi olur. Belə bulkalarım artıq bişdi. Belə formalarda, fərqli formalarda etmişdim. Sonra keçdim biraz da piraşka hazırlamağa. Həm çörəyi hazırladım, həm də piraşka etdim. Yanına da ayran hazırladım. Piraşkələrin də hər birini hazırladıqdan sonra bir hissəsini dediyim kimi yoğurdum, xəmiri kündələrə ayırdım, çörək hazırladım, qalanına piraşka etdim, yanına ayran hazırladım və videonun sonuna doğru bu arada gəldik. Videonu izlədinizsə, izləyib bəyəndinizsə, bəyəniş qoyub abunə olmağı unutmayın. Sizin hər bir bəyəniniz, dəstəyiniz mənim videolarımın önə çıxmağında böyük əhəmiyyət daşıyır. Bunun üçün öncədən hər birinizə təşəkkür edirəm. Son vaxtlar videolarımın izlənmə sayı çox aşağı düşüb, yəni çox zəifdir və belə olduqda da biraz da həvəs olmur videoları çəkiliş etməyə. İnşallah ki, baxış sayı yavaş-yavaş qalxar, düzələr, videolarımı da düzənli şəkildə paylaşım edərəm. Sağ olun, sağlıqla qalın. Gələn videolarda görüşmək üzrə.